Özünü ləğv edən qanunlar nədir? Adətən qanunları uzun müddət qüvvədə qalan qaydalar kimi düşünürük. Amma bəzi normativ aktlar elə əvvəldən müvəqqəti qəbul olunur. Yəni onların qüvvədə qalma müddəti əvvəlcədən müəyyən edilir. Normativ hüquqi haqlar haqqında Konstitusiya qanununun 86-cı maddəsində deyilir ki, bir normativ akt iki halda öz-özünə qüvvədən düşür. İlk olaraq akt üçün müəyyən edilən müddət başa çatdıqda, ikinci isə akta göstərilən xüsusi bir hadisə baş verdikdə. Gəlin bu hallara baxaq. Bu hallardan biri baş verəndə həmin akt və yaxud da ki, onun bir hissəsi avtomatik olaraq ləğv edilmiş sayılır. Ancaq aktı qəbul edən orqan istəsə, müddət bitməmişdən əvvəl onu uzada və yaxud da ki, müddətsiz edə bilər. Amma maraqlıdır ki, bu cür qanunlar nə üçün lazımdır? Ümumiyyətcə belə desək, müvəqqəti qanunlar adətən lazım olur fövqəladə vəziyyətlərdə. Məsələn, hamınızın bildiyi kimi koronavirus vaxtında biz bunu yaşamışıq, pandemiya zamanı deyək. İkinci olaraq qısa müddətli iqtisadi tədbirlər üçün də biz bunu istifadə edə bilərik və bir də istifadə edə bilərik yeni islahatları sınaqdan keçirmək üçün və s. Yəni bu kimi məqsədlərlə istifadə olunur. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.